2025-ci ilin yanvar-avqust ayları ərzində fiziki şəxslər tərəfindən Azərbaycana ixal olunan mal və məhsulların dəyəri 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9,6% artaraq 1 milyard 393,8 milyon ABŞ dolları təşkil edib. Bu rəqəm ölkənin ümumi ixalının 9,26%-ni əhatə edir. Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Hesabat dövründə fiziki şəxslər tərəfindən həyata keçirilən ixrac əməliyyatları isə 76,7 milyon ABŞ dolları olub. Bu da ümumi ixracın cəmi 0,45% deməkdir. Müqayisə üçün qeyd edək ki, fiziki şəxslərin ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 13,8% azalıb. 2025-ci ilin yanvar-avqust aylarında Azərbaycanın ümumi məhsul ixracı 17,1 milyard, idxalı isə 15,1 milyard ABŞ dolları təşkil edib. Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 avqust 2020-ci il tarixli 303 nömrəli qərarına əsasən vətəndaşların şəxsi məqsədlər üçün gömrük rüsumu ödəmədən bir ay ərzində xaricdən sifariş edə biləcəyi bağlamanın maksimal dəyəri 1000 ABŞ dollarla 300 ABŞ dollarına endirilib. Bu məhdudiyyət beynəlxalq poçt göndərişləri və daşıyıcı şirkətlər vasitəsilə sifariş edilən mallara şamil olunur.